Salam dostlar, hər vaxtınız xeyir. Bu günlər danışacağımız mövzu sadə iki hissəli formadır. Biz bundan əvvəlki videolarda period forması haqqında qeyd etmişdik. Sadə iki hissəli forma isə iki dənə period formasının birləşməsidir. Yəni sadə iki hissəli forma iki hissədən ibarətdir. A plus B və yaxud da A plus A1. Bu necə olur? A plus A1 və yaxud da A plus B nəzərdə tutsaq, A plus B olsa, A-nın daxilində bir dənə period formasıdır, 16 və yaxud da 32 xanəlik bir dənə period forması düşünün. Eyni formada bir dənə period forması B və yaxud da A1-in tərkibində olur. Yəni iki dənə periodun birləşməsindən sadə iki hissəli forma əmələ gəlir. A plus A1 olan zaman birinci A-nın dəyişdirilmiş formasında işlənir, ikinci A1. Amma A plus B olsa, A-dan nisbətən əksinə ziddiyyət daşıyaraq B cümləsi istifadə olmalıdır. Bu musiqi nömrəsində özünü göstərməlidir. Harmoniyasında da özünü göstərməlidir. Yəni harmoniyasında özünü göstərməlidir.